Salam dostlar, yenə xoş gördük hamınızı. Dərslərimiz davam edir. Deməli, Məhəmməd Füzuli keçən dərsdə Məhəmməd Füzulinin Aristotel və İbn Sina haqqında qeyd etdiyi arqumentləri, dəlilləri qeyd elədim, izah elədim. Məhəmməd Füzuli indi burada başqa bir arqumentə toxunur və o yenə filosofların arqumentidir. Və demək olar ki, əvvəlki fəlsəfi arqumentlə eynidir. Yəni elə də arada ciddi bir fərq yoxdur, oxşardır. Buyurur ki, وَهُنَا طَرِيقٌ آخر. Burada başqa bir dəlil var. وَهُوَ أَنَّ الْمَوْجُودِ. İndi yenə varlıq üzərindən təhlil aparır. Buyurur ki, varlıq إِنْ كَانَ وُجُودُهُ مِنْ ذَاتِهِ سَمَّيْنَاهُ وَاجِبًا. Əgər onun varlığı öz zatından qaynaqlanırsa, yəni onun varlığı zəruridirsə, biz onu سَمَّيْنَاهُ وَاجِبًا, biz ona vacib varlıq deyirik. وَإِنْ كَانَ مِنْ غَيْرِهِ. Yox, əgər onun varlığı özündən deyilsə, yəni zəruri deyilsə, başqa bir səbəbə möhtacdırsa, başqa bir səbəbin köməkliyi ilə yaranıbsa, səmməynahu mümkinən, biz ona mümkün varlıq deyirik. Fəvücudul mümkini zahirun. Mümkün varlığın mövcudluğu zahirdir, yəni biz onu müşahidə edirik. Yəni bunu heç kim inkar edə bilməz. Əvvəlki dərslərdə qeyd eləmişdim ki, fəlsəfə səfsətəni inkardan başlayır. Səfsətə nədir? Gördüklərini inkar edir, həqiqəti inkar edir, həqiqətin dərki olmasını, bunun mümkünlüyünü inkar edir. Amma fəlsəfə nədir? Xeyr, bunlar, yəni varlıq aksiyomdur. Ona görə bunu heç bir şəkildə biz inkar edə bilmərik. Ona görə bu ki, fəvücudul mümkün zahirun, mümkün varlıqların, yaranmışların mövcudluğu bu zahirdir. Yəni biz bunu görürük, müşahidə edirik, hiss edirik və s. Və la fəvtə fi ithbatil vacib. Belə olan təqdirdə artıq vacib varlığının isbatı qaçılmaz olur. Nəyə görə? Çünki biz mümkün varlığın həqiqətini təsdiqlədiyimiz surətdə artıq bu bizi aparır zəruri olaraq hara? Vacib varlığın isbatına. Nəyə görə? Çünki biz mümkün varlığın mahiyyətini, həqiqətini təhlil edəndə vacib varlığın həqiqəti, mahiyyəti üzə çıxır və onun qəbulu artıq bir növ qaçılmaz hal alır. Çünki vacib varlığı qəbul etmədən biz mümkün varlığın mövcudluğunu məntiqi surətdə əsaslandıra bilmərik. Ya ona əzəli deyəcəyik, ya deyəcəyik burada sonsuz səbəblər zənciri var ki, ikisi də nədir? Məntiqsiz bir yanaşmadır. Belə deyim, ağıl bunu tam qəbul edib təsdiqləyə bilmir. Ona görə bu versiyalar içərisində ən məntiqlisi ilk səbəbin olmasıdır. Yəni vacib varlığın olması elə bir varlıq ki, o artıq yaranmayıb. Onun səbəbə ehtiyacı yoxdur. Yəni, qeyd olunan kainatın, aləmin varlığı üzərində qeyd olunan versiyalar arasında, belə deyim, ilk səbəbin olması, vacib varlığın olması, kainatın vacib varlıq tərəfindən yaranması versiyası ən məntiqli, ağla ən uyğun olandır. Ona görə buyurur ki, biz mümkün varlığın mövcudluğunu qəbul edəndən sonra artıq vacib varlığın mövcudluğu qaçılmaz hal alır. Çünki bu məntiqi ardıcıllıq bizi sonda hara aparır? Vacib varlığın mövcudluğunu qəbul etməyə aparır. Fəizə arafdə həzə. Bunu biləndən sonra nə qolu deyirik? Kullu mevcudin in kana fihi ma'nal vücub əz-zati fəhvə vacibun. Hər bir varlığın mahiyyətində əgər vaciblik varsa, zati vaciblik. Biz yadınızdadsa dostlar, vaciblik iki qismə ayırıq. Zati vaciblik, qeyri-zati vaciblik. Zati vaciblik odur ki, o varlığın özündən qaynaqlansın, onun öz həqiqəti olsun bu vaciblik. Yəni, o şey zəruridir. Zərurət onun varlığının əsas hissəsini təşkil edir. Bir də var qeyri-zati vaciblik. Qeyri-zati vaciblik budur ki, o şeydə vaciblik var, amma o vaciblik onun zatından, özündən qaynaqlanmır. Kənar bir amilin, kənar bir səbəbin təsiri ilə onda bu vaciblik meydana gəlir. Hər bir varlıq ki, onda zati vaciblik var, fəhvə vacibun, o vacib varlıqdır. Və illa, əgər yoxdursa bu zati vaciblik, fəhvə mümkünün, deməli bu mümkün varlıqdır. Yəni bu əqli bölgüdür, rasional bölgüdür. Burada üçüncü bir versiya ehtimal belə oluna bilməz. Ya vacib varlıqdır, ya mümkün varlıqdır. Vacib varlıq odur ki, vaciblik onun zatından qaynaqlansın, amma mümkün varlıqda da vaciblik var. İzah etdiyim mənada, keçən dərslərdə izah etdiyim mənada. Amma bu vaciblik onun zatından qaynaqlanmır. Və illə fəhvə mümkün. Və zəlikəl mümkün. İndi, biz əgər, məsələn, hansısa bir varlığa nəzər saldıq. Bu varlıq vacib varlıqdırsa, məsələ həll oldu. Biz ilk səbəbi tapdıq və yaranmışları məhz o ilk səbəbin vasitəsilə izah elədik. Əgər kimsə bu ehtimalı qəbul eləməzsə, desə ki, yox, biz belə bir varlığı qəbul etmirik.
O zaman yerdə ikinci ehtimal qalır. İkinci ehtimal budur ki, o varlıq nədir? Mümkün varlıqdır. İndi mümkün varlığın da tərifi var axı. Mümkün varlıq nədir? Mümkün varlıq o idi ki, onun nə varlıq, nə də yoxluq zərurəti yoxdur. Mümkünü biz bu cür izah eləmişdik. Mümkün varlıq budur ki, nə onun varlığı zəruri deyil, nə yoxluğu zəruri deyil. Belə olan təqdirdə o var ola bilmək üçün səbəbə ehtiyac duyur. İndi kul və zəlikəl mümkün fil ihtiyac. Bu mümkün varlıq ki, ehtiyacı var ola bilmək üçün. Əgər bu ehtiyac intəhə ilə vacibin, bu ehtiyac sonda vacib bir varlıqda sonlansa, yəni bu ehtiyac gətirib bu nəticəyə çıxarır ki, bu varlığı, bu mümkün varlığı yaradan bir vacib varlıq var. Əgər bu ehtiyac vacib varlıqda sonlansa, səbətəl mətlub, o zaman mətləb hasıl oldu, mətləb sübuta yetdi, öz sübutunu tapdı. Və in təsəlsələ, əgər biri desə ki, xeyr, mən o ilk səbəbi, hansı ki vacib varlıqdır, onu qəbul etmirəm. Əvəzinə nəyi qəbul edirəm? Və in təsəlsələ lə ilə nihəyə. Mən, belə deyim, sonsuz səbəblər zincirini qəbul edirəm. Yəni, burada səbəblər uzandıqca uzanır və bu səbəblərin bir sonu yoxdur. Yəni, mən hardasa bir səbəbdə dayanıb demirəm ki, bu ilk səbəbdir. Xeyr, deyirəm, A-nı B yaradıb, B-ni C yaradıb, C-ni D yaradıb və bu yaranış prosesi sonsuza dək davam edir. Əgər belə desək, fəhinə izin, burada da artıq bir ehtimallar var. Bu ehtimal nədir? Fəhinə izin in qultə kullun min əfradihi qeyru muhtacin ilə müəssir həzə kəzibun. Əgər desən ki, bu səbəblər zənciri sonsuza dək davam edir, amma hər bir zəncir, hər bir parça, hər bir hissə, çünki bu səbəblər zincirinin təşkil olunduğu hissələr var, düzdür? Əgər desən ki, hər bir hissə qeyru muhtacin ilə müəssir, onu yaradan, ona varlıq bəxş edən bir səbəbə ehtiyacı yoxdur, həzə kəzibun və ya kizbun, bu yalandır. Nəyə görə? Çünki o şeyin tərifi ilə ziddiyyət təşkil edir. Biz onun izahında nə dedik? Dedik, bu mümkün varlıqdır. Mümkün varlıqdırsa, deməli bu yaranış üçün səbəbə ehtiyacı var. Sən bir tərəfdən deyirsən ki, bu mümkün varlıqdır, ehtiyacı var, çünki sən əvvəlcədən vacib varlığı inkar elədin. Baxın, fərz budur ki, əvvəlcədən vacib varlığı inkar elədi, vacib varlığı heç bir surətdə qəbul eləmədi. Deməli, yerdə ikinci ehtimal qaldı, o da budur ki, bu varlıq silsiləsi mümkün varlıqdır, mümkün varlığında tərifi belədir. İndi, sən həm deyəsən ki, yox, mən vacib varlığı qəbul etmirəm, vaciblik məfhumunu inkar edirəm, mənə görə bütün varlıqlar mümkün varlıqlardır. Digər tərəfdən də gəlib bilirsən ki, bu mümkün varlıqlar, bütün hissələri, bütün parçaları, onlar müstəqildirlər, onların yaradana, onlara varlıq bəxş edənə ehtiyacı yoxdur, onlar öz-özlərinə yaranıblar. Əgər belə desəm, Məhəmməd Füzuli deyir ki, bu yalandır, bu, necə deyim, ziddiyyətdir. Çünki sənin qeyd elədiyin terminlə, sənin verdiyin izah bir-birini artıq neyləmiş oldu, inkar etmiş oldu. Adını qoymuşsan mümkün varlıq, amma deyirsən ki, ehtiyacı yoxdur. Bu artıq bir-birini tamamlamır. Bəli. وَإِنْ قُلْتَ مُحْتَاجٌ وَلَكِنْ إِلَى مُحْتَاجٍ آخَرْ وَذَلِكَ الْمُحْتَاج إِلَى مُحْتَاجٍ آخَرْ مِنْ غَيْرِ إِنْقِطَاع. Əgər sən xeyr, ehtiyacı var, amma o da başqa birinə ehtiyacı var. O ehtiyacı olunan şeyin də özünün başqa birinə ehtiyacı var və bu proses yenə sonsuza dək davam edir və arada heç bir bölünmə olmur min غَيْرِ إِنْقِطَاع. فَقَدْ اِعْتَرَفْتَ بِوُجُودِ جُمْلَةٍ مَسْبُوقَةٍ bil-adami bi-cəmi'i əczaihi. Halbuki sən əvvəldən nəyi etiraf eləmişdin? Etiraf eləmişdin ki, bi-vücud cümlətin, bir bütün var, cümlə burada bütün mənasındadır. Bir bütün var, kainat. Bu kainat məsbuqatin bil-adam bi-cəmi'i əczaihi. Bütün hissələri, bütün parçaları ilə bərabər o yox olandan sonra meydana gəlib. Əvvəl onda ədəm var idi, yoxluq vardı, sonra da meydana gəlib. Bir tərəfdən əgər desən ki, xeyr, mən sonsuz zəncirlər silsiləsini qəbul edirəm. Yəni, bu silsilə sonsuza dək davam edir. Digər tərəfdən də gəlib bilsən ki, yox, bu bütün hissələri, öz hissələrlə birlikdə mümkün varlıqda sonradan meydana gəlib. Bu sonradan meydana gəlibsə, sən necə deyə bilərsən ki, burada sonsuz səbəblər zənciri var. Çünki sonsuz səbəblər zəncirinin olması nəyi göstərir? Sonsuz səbəblər zəncirinin olması onu göstərir ki, vahiyyə taqtadi ən la tucidə aslan. Füzuli belə izah edir ki, əgər desək ki, burada sonsuz səbəblər zinciri var, o zaman nəticə heç vaxt meydana gələ bilməz. Çünki nəticənin meydana gəlməsi üçün bu silsilə sonsuza dək davam etməməlidir. Bir yerdə dayanmalıdır ki,
o dayanan səbəbdən üzübəri bir nəticə meydana gəlsin. Vaqad vucidət, əgər sonsuz səbəblər zincirini qəbul etsəydik, heç vaxt varlıq meydana gəlməzdi. Vaqad vucidət, halbuki varlıq mövcuddur, halbuki bu varlıq meydana gəlib. Həzə xulfun. Bu da sizin iddianızın əksidir. Yəni bir tərəfdən sonsuz səbəblər zincirini iddia edirsiniz ki, onun nəticəsi olaraq heç vaxt varlıq meydana gələ bilməzdi. Digər tərəfdən də deyirsiniz ki, varlıq var və bu müşahidə olunur və bu aksiyomdur, heç kim bunu inkar edə bilməz. Bu da yenə bir-birini inkar edir. Bu bir arqument idi. Və in qultə, əgər desən ki, fil məcmui halətun bi xilafi əczaihi. İndi bütün haqqında fərqli bir izah gətirir. Məhəmməd Füzuli deyir ki, kimsə gəlib deyə bilər ki, bəli, mən bütünü qəbul edirəm ki, o hissələrdən meydana gəlib, o hissələr mümkün varlıqdır. Amma o hissələrdən meydana gələn bu bütün ki var, bu bütün özü fərqli bir xüsusiyyətə sahibdir, fərqli bir mahiyyətə sahibdir, bi xilafi əczaihi, öz hissələrindən fərqli olaraq. Yəni bütün və hissələr, bu hissələri mümkündür, amma o bütün vacibdir. Hissələrindən fərqli xüsusiyyətə sahib olmaq deyəndə Füzuli bunu nəzərdə tutur. Əgər sən desən ki, bu bütün öz hissələrindən fərqli bir mahiyyətə sahibdir. Yəstəğni anil müəssir əl-xarici. Belə ki, bu bütünün artıq xarici bir varlığa, ona varlıq bəxş edən səbəbə ehtiyacı yoxdur. Fəqat əthbətdə ləhə mə'nəl vücub əz-zati. Hal belə olan təqdirdə nə oldu? Artıq sən o bütün üçün zati vacibliyi isbat etmiş oldun. Çünki vacibliyin tərifi var, mümkünlüyün tərifi var. Mümkünlük odur ki, ehtiyac sahibidir, vaciblik odur ki, ehtiyac sahibi deyil. Əgər sən desən ki, bu bütünün ehtiyacı yoxdur xarici bir səbəbə, kənar bir səbəbə, bu elə vacibliyin tərifi ilə üstə düşür. Çünki vacibliyin nədir? Ehtiyacsız olmaq. Və sən də bu bütünə bu xüsusiyyət nisbət verirsən ki, bu bütünün kənar bir səbəbə ehtiyacı yoxdur. Ehtiyacı yoxdursa deməli nədir? Zati vacibdir. Fəqat əsbətdə ləhə mə'nəl vücub zati mə'ə cəvazi təqaddumul imkani aləl vücub. Belə olan təqdirdə nə baş verir dostlar? Belə olan təqdirdə mümkünlük vaciblikdən önə keçmiş olur. Niyə? Çünki bu bütünü nə meydana gətirib? Bu bütünü parçalar meydana gətirib, hissələr meydana gətirib. O hissələr ki, o hissələr hamısı mümkündür. Bu mümkün hissələr, baxın, əvvəlcədən mövcuddur. Bunlar birləşir, bir bütünü meydana gətirir ki, bu bütün nədir? Vacibdir. Burada nə nəticə çıxdı? Nəticə bu oldu ki, mümkün vacibdən qabaq mövcud olmuş oldu. Və mümkün səbəb oldu ki, vacib meydana gəlsin. Baxın, bu ziddiyyətdir. Vacibi, çünki ağıl nədir? Ağıl deyir ki, vacibdir ki, mümkünləri meydana gətirir. Vacibdir ki, mümkünləri meydana gətirir. Çünki vacib müstəqildir, ehtiyacsızdır, hər şeyə varlıq bəxş edən səbəbdir. Odur mümkünləri yaradan. Amma sizin dediyiniz bu versiyadakı o bütün özü vacibdir, amma hissələri mümkündür. Mənası bu olur ki, çünki hissələr bütündən əvvəldir. Mənası bu olur ki, bu bütün ki vacibdir, onu o mümkün mahiyyətə sahib olan hissələr meydana gətirib. Yəni nəticə bu olur ki, vacibi mümkün meydana gətirir. Bu isə iddianın tam ziddidir və ağıl da bunu kökündən inkar edir. Fəqat təqaddəməl əczəu aləl kulli tab'an. Aydın məsələdir ki, hissələr həmişə bütündən əvvəl gəlir və belə olan təqdirdə nə olmuş olur? Bütün vacib olduğu üçün mümkün olan hissələr vacib olan bütünü meydana gətirmiş olur. Həzə batildir, bu batildir. Yəni əqli cəhətdən batildir. Belə bir şey ümumiyyətlə təsəvvür oluna bilməz. Ağıl bunu kökündən inkar edir. Və in qultə la nəltəfitu iləl məcmuiyyə və la iləl əczaiyyə. Əgər gəlib desəz ki, yox, nə biz bütünə baxırıq, nə hissəyə baxırıq, nə bütün olaraq onu təhlil edirik, nə hissə olaraq təhlil edirik. Xeyr. Və nətasavvaru ət-təsəlsül. Sadəcə təsəlsülü, sonsuz səbəblər zincirini təsəvvür edirik, onu təhlil edirik. Həzə cünunun la nəltəfitu ileyhi. Füzuli buyurur ki, bu dəllikdir, yəni buna biz fikir vermirik. Nəyə görə? Çünki sən bütünü və parçanı təhlil etmədən sən necə ümumiyyətlə təsəlsüldən danışa bilərsən? Sən təsəlsüldən danışmaq üçün ümumiyyətlə bütünü, parçanı təhlil etməlisən, olan mahiyyətindən agah olmalısan ki, ondan sonra sən təsəlsüldən, sonsuz səbəblər zincirindən danışasan. Amma belə deyim, təhlildən qaçasan və bu özünü aldatmaq da dostlar başqa bir şey deyil ki, mən nə bütünə baxıram, nə hissələrə baxıram, nə onu təhlil edirəm, nə bunu təhlil edirəm, amma deyirəm ki, ortada sonsuz səbəblər zinciri var. Bu qaçışdır, rasional qaçışdır. Bu rasionallıqdan irrasionallığa qaçışdır.
Çünki sən elə sanki dalana dirənirsən burada. Cavab tapa bilmirsən, çünki əvvəlcədən zehninə yeritmisən ki, mən ilk vacib varlığı, ilk səbəb olan vacib varlığı qəbul etmirəm. Amma izah, rasional izah, məntiqli izah məni hara aparır? Vacib varlığın qəbuluna aparır. Məntiqli izah məni ona apardığı üçün, mən də onu qəbul etmədiyim üçün artıq nəyə giriftar olam? Bu cür ziddiyyətli izahlara giriftar olam. Ona görə Məhəmməd Füzuli də bunu sərt tənqid edir ki, həzə cünunun, bu artıq bir dəlillikdir ki, la nəltəfidu ileyhi, biz buna fikir vermirik. Həzə məsaqul istilah fi isbatil vacib. Məhəmməd Füzuli buyurur ki, vacib varlığın isbatındakı dəlillər və ya terminlərin belə deyim metodologiyası, yöntəmi bu cür idi. Biz Allahın varlığının isbatı mövzusunda bu cür təhlil aparırıq, terminlərdən istifadə edərək bu cür təhlil aparırıq. Əvvəl varlığı qəbul edirik bir aksiom olaraq, sonra varlıq üzərində təhlillər aparırıq, onu vacib və mümkün olmaqla iki hissəyə ayırırıq və sonra vacib üzərində və həmçinin mümkün üzərində təhlillər aparmaqla bu nəticəyə çatırıq ki, vacib varlığın qəbulu bu qaçılmazdır. Bu heç bir halda bunu inkar etmək mümkün deyil. فَمَنْ أَرَادَ الزِّيَادَ فِي الْإِضَافِ فَعَلَيْهِ بِالْإِقْتِدَاءِ بِقَوْلِهِ مَنْ عَرَفَ نَفْسَهُ فَقَدْ عَرَفَ رَبَّهُ. Məhəmməd Füzuli buyurur ki, kimsə əgər əlavə məlumat istəmək, əlavə məlumat əldə etmək istəsə, əlavə izah əldə etmək istəsə, o zaman gərək Peyğəmbərimizə nisbət verilən bu hədisə tabi olsun. Mən arafə nəfsəhu fəqət arafə rabbəhu. Kim özünü tanısa, Rəbbini də tanıyar. Burada dostlar, Məhəmməd Füzuli bu bəhsə daxil olur. Kim özünü tanısa, Rəbbini tanıyar və bu hədisə bir neçə yöndən izah verir. Birinci izah budur. Rubbəmə qalə sahibul qavli innəl arifə izə arafə ənə ləhu zətən və sifətin və əf'alən. Əgər arif bilsə ki, burada arifdən məqsəd təbii ki, irfan alimi deyil. Burada arifdən məqsəd bunun leksik mənasıdır, yəni bilən şəxs. Əgər bir şəxs bilsə ki, onun zatı var, sifətləri var, feilləri var. Fəəf'aluhu sadiratun an zatihi, onun feilləri onun zatından törüyür. Bir tavassuti sifət, təbii ki, sifətlərin vasitəsilə. Nəyə görə? Çünki bizim əməllərimiz bizdə olan sifətlərin təcəllasıdır, təzahürüdür. Necə ki, Allahın belə deyim, feilləri onun sifətlərinin təzahürüdür. Əgər Allah ruzi verirsə, bu onun rəzzaq sifətinin təzahürüdür. Əgər Allah kiməsə rəhm edirsə, bu onun rəhman və rəhim sifətinin təzahürüdür. Əgər Allah kiməsə qəzəb edirsə, bu onun müntəqim sifətinin təzahürüdür. Aydınlar, bu feillər bizim zatımızın, sifətlərimizin təzahürüdür. Ona görə, əgər insan məsələn bilsə ki, onda olan sifət, onda olan feillər sifətlərin vasitəsilə törüyür, yəni bu feillər ondakı sifətlərin, ondakı özəlliklərin, xüsusiyyətlərin təzahürüdür. Və arafə ənə zətəhu hadisətun və bilsə ki, bunun zatı özü sonradan yaranır. Alimə ənə li kulli hadisin muhdisən. Onda biləcək ki, hər bir hadis varlığı, yəni sonradan yaranan varlığı yaradan bir səbəb var. Bu aydın məsələdir. İnsan əgər özünə baxsa, öz mahiyyətinə nəzər salsa və bilsə ki, o sonradan yaranıb, o zaman aydın olacaq ki, hər bir yaranan varlığı yaradan bir qüvvə var. Bu təbii ki, sadə bir izah idi. Yəni bu mən arafə nəfsəhu, kim özünü tanısa, Rəbbini tanıyar. Yəni bu hədisi bu cür izah etmək məncə kifayət deyil. Nəyə görə kifayət deyil? Çünki insan muhdis, yaradanın varlığını özünə baxmadan, elə ətrafa baxmaqla da tapa bilər. Kainata baxmaqla, nə bilim, dağa baxmaqla, daşa baxmaqla, oradakı hərəkəti, məhdudiyyəti, cism olmağı, bunları müşahidə etməklə də tapa bilər. Yəni sırf özünü tanımaq burada zərurət ifadə etmir. Sonra və rubbəmə qalə, ikinci bir izah budur ki, əl-arifu izə arafə ənə ləhu cismən və cəvhərən və aradan. Əgər arif bilsək, əgər bir insan bilsək, yəni onun cismi var, o mahiyyəti var, cəvhər və ərəzdən ibarətdir. Və təbəyyənə ləhu ənəl arda mutəğayyir və bilsə ki, tutalım ondakı aksidensiyalar, ərəzlər dəyişəndir. Vəl mutəğayyir hadisun və dəyişən olan da sonradan yaranıb. Vəl cismu məhəllun lil havadis, cisim də elə bir həqiqətdir ki, orada bütün dəyişikliklər orada baş verir. Vəl cəvhəru cüz'un ləhu, cəvhər də mahiyyəti o cismi bir parçasıdır. Alimə ənəl aləm murakkəbun min əmsəlihi və huvə hadis. Və bu zaman biləcək ki, aləm ona oxşar şeylərdən təşkil tapıb. Əmsəlihi, yəni özünə oxşar şeylərdən təşkil tapıb. Nə deməkdir bu? Yəni, əgər bir insan özünə baxsa, görsə ki, məsələn, bu cisimdir, bunda cəvhər var, ərəz var, bu ərəz dəyişkəndir, sonra cisim, burada daim dəyişikliklər baş verir, cəvhər də bu cismin bir parçasıdır, dolayısıyla cəvhərdə də dəyişikliklər baş verir.
Burada aydın olacaq ki, bu cisim bu xüsusiyyətlərlə birlikdə bu əzəli ola bilməz. Bu ilk səbəb ola bilməz. Bu vacib varlıq ola bilməz. Bu necə bir varlıqdır? Bu sonradan yaranmış bir varlıqdır. Və sonra aləmə baxsa, görsə ki, aləm də elə bunun öz kimi, orada da dəyişiklik var, orada da hərəkət var, orada da cisim var, orada da məhdudluq var. Yəni oxşardır. Mahiyyət etibarilə ətrafında müşahidə etdiyi hər şeydə onun varlığına oxşardır. O zaman bu nəticəyə çatacaq ki, aləm nədir və ya həm özü, həm aləm hamısı sonradan yaranıb. Alimə ənnə likulli hadisin muhdisən və biləcək ki, hər bir hadis olan, sonradan yarananın bir nəyi var, yaradanı var. Və bir izahını da oxuyum. Və rubbə qalə innəl arifə izə təəmmələ fi mahiyyəti vücudihi mücmələn və müfassalən. Əgər arif öz mahiyyəti barədə, varlığının mahiyyəti barədə, istər icmali şəkildə, istər müfəssəl şəkildə, istər yəni qısa olaraq, istər təfsilatı ilə, ümumi olaraq istər təfsilatı ilə düşünsə və təfəkkərə fi halihi minən nutfəti iləl məvd və öz varlığını təhlil eləsə, minən nutfəti iləl məvd, sperma halından ta ölüm halınacan öz halını, öz mahiyyəti barədə düşünsə və alimə ədəmə ixtiyarihi fil umuril kulliyyəti kəl-vücudi vəl-ədəmi və-sihhəti vəl-maradi vəl-kibar və-siğar və həmçinin bir çox ümumi məsələlərdə, məsələn, varlıq kimi, yoxluq kimi, sağlamlıq kimi, xəstəlik kimi, böyüklük kimi, kiçiklik kimi ki, bu ümumi hadisələrdə onun heç bir ixtiyarı yoxdur. Yəni, varlıq məsələn onun əlində deyil. Sağlamlıqdır, xəstəlikdir, bunlar onun öz əlində deyil. Bir mənada təbii ki. Yəni, insan özünü xəstələndirə bilər, o heç, amma ümumi olaraq sağlamlıq və xəstəlik onun özünün ixtiyarında bir şey deyil. Bu cismin təbiətin bir mahiyyətidir. Onun cisminin təbiətidir. Böyümək, kiçilmək, məsələn, yaşlılıq, cavanlıq, bunlar da təbii ki, onun öz əlində deyil. Yəni, insan öz ixtiyarla yaşlaşmır, öz ixtiyarla, nə bilim, yaşını çoxaldıb azaltmır. Bunlar hamısı onun təbiətinin mahiyyətidir, onun cisminin mahiyyətidir. Əgər insan bunları bilsə, bunlar üzərində düşünsə, alimə ənə ləhu mudəbbirən muxtaran və muharrəkən qadimən. O zaman ona aydın olacaq ki, onu yaradan var, onu idarə edən var, ixtiyar sahibi var, ona hərəkət bəxş edən var ki, bu hərəkət bəxş edən varlıq da nədir? Əzəli varlıqdır. Nəyə görə? Çünki onda olan xüsusiyyətlər heç biri onun ixtiyarında deyil. Onun ixtiyarında deyilsə, deməli, o orada söz sahibi deyil. O onları yaratmayıb, o onları meydana gətirməyibdir. Onu meydana gətirən nə var? Kənar bir qüvvə var. Çünki bu var. Bunu sən özün yaratmısan, ya başqası yaradıb. Yəni, üçüncü bir ehtimal yoxdur. Öz-özünə yaranmayıb. Bu mümkün deyil. Ya sən yaratmısan, ya başqası yaradıb. Sən ki, yaratmamısan, bunu bilirsən. Çünki sən yaratsaydın, onun idarəsi sən öz ixtiyarında olardı. Sən ki, yaratmamısan, deməli, onu nədir? Yaradan başqa bir varlıq var. Ona görə insan əgər öz varlığı üzərində bu cür təfəkkür eləsə, o nədir? Allahın varlığını tapar, ilk səbəbi tapar. Bu izah əvvəlkilərə nisbətdə nədir? Daha məntiqli izahdır. Xülasə, bu izahın başqa versiyaları da var. Sadəcə istəmirəm çox vaxtınızı alın. Bu günü bu qədər kifayətdir. İnşallah növbəti dərslərdə görüşənədək. Hələlik.